Budizm və caizm kimi mistik və xristianlıq kimi ilahi mənşəli bəzi yüksək dinlərdə büyülü, sehirli və qanlı qurban sunma şəkli sərt bir şəkildə tənqid edilməkdədir, eleşdirilməkdədir. Ancaq bu sərt eleştiriyə, tənqidə baxmayaraq bu dinlər qurbanı tamamilə ortadan qaldıra bilməmişdilər. Onlar bu şəkildə hərəkət etmək yerinə bu təriflər, övgülər, şükür duaları, müqəddəs yazıların oxunması, bu peşmanlıq düşüncəsi, yəni tövbə kimi bu ənənəvi tətbiqlər və təqdimələri qurban olaraq sunmağı seçmişlərdir. Buna əlavə olaraq Həzrət İsa'nın xristianlıqda bilirsiniz, özünü çarmıqda Allaha qurban olaraq sunan ən yüksək rahib olaraq görülməkdədir. Və bu qurban Evxaristiya, yəni şam yeməyi müqəddəs bir aktında, yəni qansız bir təcrübə formasına çevrilmişdir.